Biz bu meydandan dağılıb hələ öz işin dalınca gedəcək. Biz Ermənistana karşı torpaq iddiası ileri sürmürük. Halbuki süre bilerik. Çünkü indiki Ermənistanın yerleştiği arazi qədim Türk, Azərbaycan torpaqları. Aziz kardeşler, ben dəfələrlə sizin qarşınızda söz vermişəm. Heç vaxt iki sifət olmamışam. Heç vaxt xalq aldatmamışam. İndi de aldatmayacağım. Bir dakika de. Kim komanda benimki kaydası? Heç kim bilmir, yersizler, başa düşsün. Yaratıdan korkusuz. Hamımız korkaksız. Arvatsız. Rus'a yanır altında yalvara yalvara. Ne bu? Bu kadar sırarak geldi bura. Açıldılar. Günde bir de bakıyor kullanılır. Günde bir de BMP atılıyor. Gel orada bir napı giyretler, aydınlatçılar. Oğlum bu kenara! Çıkın oradan bir yerden! Çıkın sağdırına! Mən fəxr eləyirəm ki, Qarabağı almışıq, Qarabağ bizimdir. Mən çox sevinirəm. Şəhidləri rəhmət eləsin Allah. Allah bizi həmişə xoş və xoşbaxt günlərə yetirsin. Biz intiqamımızı aldıq, haqqımız olanı geri qaytardıq. Və bu qələbəyə görə Azərbaycan Respublikasının prezidenti, Ali Başkomandan İlham Əliyev cənablarının böyük siyasətinə borcluyuq. Bugünkü qələbə eşitdik ki, Şuşamız azad olunub. Xalqımız üçün böyük sevinçdir, vətənimiz üçün fəxrdir. İndiyə kimi verdiyimiz şəhidlərin qisasını xalqımız nəhayət ki, ala bildi.
Hörmətli tamaşaçılar, bölgə müxbirimiz Zülfiyə Məmmədova ilə əlaqə yaradaq və Azərbaycan xalqının hansı sevinç hissi yaşadığını ondan eşidək. Zülfiyə, söz səndədir. Aynur, hazırıq. Salam əziz Azərbaycanlarımız. Bildiyiniz kimi bugün qələbə günüdür. Hamımızın çox sevincli bir günüdür. Görürsünüzmü? Axşamdır. Amma Azərbaycanlarımız öz sevinclərini göstərirlər. Və mən istərdim ki, hər birinizə bu sevinclə bölüşək. Salam əziz Azərbaycanlarımız. Mən istərdim ki, hər birinizlə biz bölüşək sevinclərimizi. Zəhmət olmasa sevincinizi bölüşün. Mən nə deyə bilərəm? Sizə kamera deyirəm də. Mən necə deyim? Bilirdim ki, bugün qələbə çalacaq biz. Mən bilirdim ki, Qarabağ bizimdir. Azərbaycan bizimdir. Dünya bizimdir, bizim. Bəli, bu sevincləri biz bölüşürük yenə də. Kimsə daha sözlərini demək istəyir. Azərbaycanlılar, biz çox sevincliyik. Mən istərdim ki, ürək sözlərinizi hər biriniz deyəsiniz. Sevincimizin ətli buldu yoxdur. Vallahi qələbə! Çox gözəldir. Vallahi bilmirəm nə söyləyim, çünki hamı çox sevinclidir. Hamı, mən istərdim ki, hər biri insana yaxınlaşın və hər birinizin öz fikirlərini bildirsin. Böyük şəddətli imtahanlardır. Mən deyirəm ki, bəlkə də hər qapıda qurban kəsilər. Orada bu iş belə müsbət həlli olunmuş olar. Bundan böyük şadlıq ola bilməz. Bizim hörmətli prezidentimiz İlham Əliyevin səyi nəticəsində onun rəhbərliyi altında olan qələbədir, böyük qələbədir, xalqımız üçün fəxirdir, sevinçli gündür. Kaş bu günümüz həmişə belə davam eləsin. Bundan sevinçli xalqımız üçün heç nəyi bilmirəm valla. Ən sevinçli gündür. Həmişə xalqımıza belə günlər qismət olsun. Səndik deyil. Bunu elə bax. Bravo. Bəlkə biraz bizi beyzəvən gəlsin. Nə deyirəm? Xəstə könül uzaq getmə bir dayan. Xəstə könül uzaq getmə bir dayan. Hər dərdin davası Qarabağdadır. Sənə həmdəm olub nəğmələr qoşan. Sənə həmdəm olub nəğmələr qoşan. Bülbülün yuvası Qarabağdadır, Qarabağdadır. İnsanın ruhuna nəşələr verən, İnsanın ruhuna nəşələr verən cənnətin səfası Qarabağdadır. Baharda sonası çığrışan göllər, Kəhliyin yuvası Qarabağdadır, Qarabağdadır. Əzinəyim vətən yaxşı, Əzinəyim vətən yaxşı, Geyməyə kətən yaxşı, Gəzməyə qürbət ölkə, Ölməyə vətən yaxşı. Ah amanım.
qələbə. Axır ki. Qələbə.